Əgər bu fantanı düz 25 saniyə ərzində içsəz, məndən düz $100 pul qazanacaqsınız. Razısınız? Mən içərəm. Bəs siz? Özümdən çox razıyam. Bu qardaşım içsin də, deyibsə qoy o içsin. Onda mən sizə fantanı verim, amma verməmişdən qabaq məni TikTok və Instagramdan takib edirsiniz. Videolarımı görmüşəm, amma takib eləmirəm. Bəs siz? Videolarımı görmüşəm, amma takib eləmirəm. Əgər siz də takib etmirsinizsə takib edin. Mən hər an sizin qarşınıza çıxa bilərəm. Onda mən sizin fantanı verim əlinizə. Türk misalı. Mən saniyəni, siz niyə belə dayanırsınız? Bir dəqiqə mən saniyəni qoyum başlayaq. Özüm də susamışam. İç qardaşım. 4 gündür su içmirəm. İç. 4 gündür. 3, 2, Bismillah. başla. Nə fikirləşirsən? Baxıram ki, bu niyə belə içir? Nə qədər qaldı? Az qaldı. 12 saniyə başa vuruldu. Qusub batırdı. Çox çətindir. Artıq 3 saniyə Çox çətindir. və vaxt doldu. Təəssüf ki, siz fantanı içib qutara bilmədiniz. Nə demək istəyirsiniz? Şansımı gələn dəfə sizi takib edib qarşıma çıxanda yoxlayaram. Mən sizi əliboş yola salmayacağam. Aha. Sizə Nə verəsən? Ha. bir dəqiqə. Sizə 1 manat pul verəcəm. Allah köməyin olsun. Bu pulla O 1 gedin. manata saxla özünə. Bir dəqiqə. Bu pulla gedin yeyib çirkəf eləyin. Yeyib çirkəf eləyəndə də məni yada 50 salın. qəpik sənin, 50 qəpik mənim. Ay, Ay. Bir sağ ol. manat al bu metro kartdan mən sənə verirəm. Bununla gedərsən evə. Yaxşı. Ver mənə görə. Eşitdin ha, bu.